Və bayaq da qeyd etdiyimiz kimi çox dəyərli, çox qiymətli qonaqlarımız var bugün. Onlar da öz iştirakları ilə məclisimizi zinətləndirirlər. Allah qədəmlərin mübarək eləsin. Və elə inşallah ki, dəyərli qardaşımız, Əhl-Beyt şairi Əkrəm qardaşımızı dəvət eləyək buyursun. Mən də ona bir müqəddimə verim. Ya Əli, Ya Əli. Bir dənə hamımız ürəkdən Ya Əli deyə inşallah. Maşallah. Ya Əli, 3 hərfli mübarək adın, Əkrəmcan, nə qədər xiffətin çəkən var Allah. Ya Əli deyəndə bəzilərinin dədəsin yandırır bu kəlmə vallah. Kimlərin qəlbinə bir ox olur o kəlmə. İndi bizim də cavabımız var. Səni yandırsa da, yaxsa da yenə bu can, bu bədəndən çıxsa da yenə, qanım lap su kimi axsa da yenə, ölənə qədər də deyəcəm, bir salavat hədiyyə eləyək. Esselamu Aleyküm və Rəhmətullah. Salam olsun Peyğəmbər və onun əhl-i beytinə hörmət, sevgi göstərən aşiqlərə. Bayramınız mübarək olsun. Göz açıb Kəbədə dünyaya şərafətli biri, ola bilməz onu tək dəhridə izzətli biri. Biz Qədirxumdan alıb ibrəti olduq nökər, ki odur bizlərə ibrətli seçilmiş rəhbər. Hak Əli ilə, Əli haqlandı demiş Peyğəmbər. Qaldırıb haqqın əlin, ərşə ədalətli biri. Göz açıb Kəbədə dünyaya şərafətli biri, ola bilməz onu tək dəhridə izzətli biri. Var Qədirxum çölü pak yerdir, olur qumları nəm. Həcdən ki qayıdırdı o əziz Kanı Kərəm, saxlayıb karivana eylədi möminləri cəm. Dedi Peyğəmbər Taha o çölə çatdığı dəm, sizə Allah buyuran ayəni buyurub gedirəm. Əhl-i beytim ilə Qur'anı əmanət edirəm, hətta rəhbər qoyuram sizlərə qeyrətli biri. Göz açıb Kəbədə dünyaya şərafətli biri, ola bilməz onu tək dəhridə izzətli biri. Qalxdı yüksək yerə haqqın səsi də yüksəlsin, səslədi ey Əli ki yanına Həzrət gəlsin, və müsəlmanlara səsləndi bu din dirçəlsin. Məni Mövla bilən insan onu Mövla bilsin, ki xəlifə odur İslama ləyaqətli biri. Göz açıb Kəbədə dünyaya şərafətli biri, ola bilməz onu tək dəhridə izzətli biri. Əsl möminlərə imanı gərək şah olsun, rahı Allaha gedən ali olan rah olsun. Haqqı izhar elə Əkrəm, hamı agah olsun. Olma məşər günü gəldikcə xəcalətli biri. Göz açıb Kəbədə dünyaya şərafətli biri, ola bilməz onu tək dəhridə izzətli biri. Din-i İslamın uca sərvəri Həzrət Əlidir, dünya möminlərinin rəhbəri Həzrət Əlidir. Fəth edən Xəndəki həm Xeybəri Həzrət Əlidir, kim əgər düşsə dara yavəri Həzrət Əlidir. Zikr edin aləm eşitsin bu səsi ya Heydər, Allahın dəhridəki Heydəri Həzrət Əlidir. Əlinin eşqi dərindən də dərin dəryadır, özü bir surəti məna, adı bir mənadır. Əlinin fəthi Qədirxum deyilən səhradır, kimə mövladırsa Peyğəmbər ona mövladır. Ümmətin dürrü Əli, Cohəri Həzrət Əlidir. Maşallah. İnşallah bu beytə hamımızdan bir əhsən istəyirəm. Əlinin eşqinə yaraşan əhsən olsun inşallah.
Çoxu inkar eləyir haqqın əsl keçmişini. Ki Qureyş tayfasının haqqı danan vərdişini, Məkkədə istədi ki haqqa batırsın dişini, gecə Peyğəmbərin haqsızca bitirsin işini, oldu həm canı onun, oldu həm canışını, qoruyan Həzrəti Peyğəmbəri Həzrət Əlidir. Özü elmin qapısı, mərd və ləyaqətli ağa, rükü halında sayılmışdı fəzilətli ağa, üzü ehsan eləyibdi o səxavətli ağa, odur qüvvətli, ədalətli, şərafətli ağa, ki qıran Kəbədəki bütləri Həzrət Əlidir. Əlidir zinnəti hər cümlənin, hər misranın, Əlinin eşqinə aşiqləri vermiş canın, vəli bir damlası olmaz çoxu bu dəryanın, Əkrama eşq ilə yaz, şeirini ol Mövlanın, deyəcəklər ki sənə nokəri Həzrət Əlidir. Salavat hədiyyə edəyəm. İmamın bil əlini, çünki hidayət yoludur. Haqq ilə batili ayıran tək itaət yoludur. Odur sakit Quranın natiqi Quran sifəti, onu sevmək imanın cilvəsi vəhdət yoludur. Odur eşq, odur dərya, odur iman bulağı, odur qüdrət, odur qüvvət, odur dinin dayağı, odur hər şeydən əziz, canını peşkəş eyləyən, onun hər addımı, hər anı nübüvvət yoludur. Odur Xəndək döyüşündə yox edən üdvanı, odur Xəndək döyüşündə qoruyan İslamı, Rəsulallah belə göstərdi bizə ünvanı, əlinin zərbəsi üstündür, şərafət yoludur. Odur Qədirxumda bizlərə öndər seçilən, Peyğəmbər canişini ümmətə rəhbər seçilən, odur cənnət xanımı Zəhraya həmsər seçilən, etdiyi hər əməli şah-ı vilayət yoludur. Əkrəmin cürəti yoxdur ona tərif yazsın, vücudu pak olana tərifi əllətif yazsın, bu səbəbdəndir ləqəbi Allahın aslanı, Qumdağı Kəbə evi möminə höccət yoludur. Bayramımız mübarək olsun. Allah qəbul eləsin inşallah. Çox sağ olun. Təşəkkür edirik Əkrəm qardaşımıza. Hər dəfə belə gözəl mənəvi günlərdə o da qəlbinin, ürəyinin, eşqinin ona təqdim etdiyi həqiqətən də çox qiymətli, dəyərli Əhl-i Beytə aid sözləri bizlər üçün həqiqətən gözəl şəkildə qiraət edib, minnətdarlığımızı bildiririk, var olsun.